İndi gəlin istifadə olunan köməkçi həndəsi səthlərə görə kartograf proyeksiya növlərinə baxalım. Kartografik proyeksiyalar tərtib edərkən müxtəlif köməkçi həndəsi səthlərdən, yəni loğarit qaydada desək, riyazi fiqurlardan istifadə olunur. Məsələn, silindirdən istifadə olunur, konusdan istifadə olunur, müstəvidən istifadə olunur, çoxüzlü trapesiyalara bölünmüş çoxüzlüdən istifadə olunur. Həmin bu köməkçi həndəsi səthlərə görə həmin bu köməkçi həndəsi səthlərə görə kartoqraf proyeksiyaların növlərinə baxırıq. Birinci proyeksiya növü silindrik proyeksiyadır. Silindrik proyeksiya. İkinci proyeksiya konus proyeksiyasıdır. Konus. Üçüncü azimutal. Azimutal. Dördüncü proyeksiya növü çoxüzlü proyeksiya. Çoxüzlü proyeksiya. Silindrik proyeksiya, konus proyeksiya, azimutal, çoxüzlü proyeksiya. Silindrik proyeksiyada köməkçi həndəsi səth adından bəlli olduğu kimi silindir. Riyazi fiqur. Burada köməkçi həndəsi səthimiz konusdur. Burada köməkçi həndəsi səthimiz müstəvidir. Burada isə köməkçi həndəsi səthdən trapesiyalara bölünmüş çoxüzlüdən istifadə olunur. Deməli, köməkçi istifadə olunan köməkçi həndəsi səthlərə görə kartoqraf proyeksiyanın 4 növü oldu. 1. Silindrik proyeksiya köməkçi həndəsi səth kimi silindirdən istifadə olundu. 2. Konus proyeksiyasına köməkçi həndəsi səth kimi konusdan istifadə olundu. 3. Azimutal proyeksiya köməkçi həndəsi səth kimi müstəvidən istifadə olundu. Çoxüzlü proyeksiyada isə trapesiyalara bölünmüş çoxüzlüdən istifadə olunur. İndi şəkillər üzərində bu proyeksiyaların xüsusiyyətlərinə baxalım. Gördüyünüz bu şəkil silindrik proyeksiyadır. Silindrik proyeksiyaya baxın. Kürə səthini gördüyünüz bu fiqur silindirdir. Kürəni silindirin içərisinə yerləşdirir. Elə təsəvvür edin ki, evdə silindir hansı fiqurdur? Yəni stəkana bənzər, stəkan xatırlı. Kürəni qoyuruq stəkanın içərisinə. Nə olacaqdır? Kürə silindirə ekvator boyu toxunacaqdır. Kürə silindrə ekvator boyu toxunacaq. Yəni bu xətt boyu, kürə silindrə toxunacaqdır. Bu xətt boyu. Həmin xəttə, bu xəttə, yəni ekvator xəttinə deyirlər sıfır təhrifli xətt. Silindrik proyeksiyalar kürəni silindirin içərisinə yerləşdirir. Kürə silindrə ekvator xətti boyu toxunur. Və bu toxunma xəttində heç bir təhrif olmur. Ona görə bu toxunma xəttinə deyirlər sıfır təhrifli xətt. Deməli, ekvatora sıfır təhrifli xətt deyildi. Köməkçi həndəsi səth nə oldu? Silindr oldu. Konus proyeksiyasına konus deyəsiniz. Silindrik proyeksiyadan söhbət getdiyi üçün köməkçi həndəsi səth silindr oldu. Silindr ekvator boyu kürə silindrə toxunur və həmin xəttə deyirlər sıfır təhrifli xətt. Gəlin silindrik proyeksiyada əsas xüsusiyyət nə yadda saxlayırsınız? Dedik ki, bu sıfır təhrifli xəttdir, düzdürmü? Sıfır təhrifli xəttdən uzaqlaşdıqca, yəni ekvatordan uzaqlaşdıqca təhriflər artır. Təhrif artır. Ekvator, məsələn Afrika, bu gördüyünüz Afrika materikidir. Afrikanın mərkəzində təhrif olmur. Amma artıq mərkəzdən uzaqlaşdıqca, qütblərə doğru getdikcə təhrif artır. Testə düşür. Silindrik proyeksiyada böyük təhrifə məruz qalan ərazilər seçin. Sırası gedəsiniz, qütb ətrafı zonaları götürəsiniz. Qütblərə yaxınlaşasınız. Ekvatora doğru təhrif az olur. Qütblərə doğru isə təhrif artır. Silindrik proyeksiyada ayrı nəyə deyirsiniz? Silindrik proyeksiyada paralel meridianların formasına baxın. Silindrik proyeksiyada paralel və meridianlar düz bucaq altında kəsilir. Yəni 90 dərəcə bucağa belə gətirir. Görürsünüz şəkildə. Burada bütün bucaqlar 90 dərəcə. Bütün bucaqlar 90 dərəcə. Deməli, silindrik proyeksiyada paralel meridianlar düz bucaq altında kəsilir. Silindrik proyeksiyadan hansı xəritələrin tərtibatında istifadə olunur? Dedik ki, ekvatorboy ərazilərin tərtibatında istifadə olunur. Ondan sonra dünya xəritələri silindrik proyeksiyada istifadə olunur. Sonra naviqasiya xəritələri. Bu üç xəritə növünün tərtibatında silindrik proyeksiyadan istifadə olunur. Hansılar oldu? Ekvator boyu ərazilərin xəritələrinin tərtibatında dünya xəritələri, naviqasiya xəritələri.
Məsələn, Afrika xəritəsinin tərtibatında silindrik proyeksiyadan istifadə edə bilərik. Bir də silindrik proyeksiyanın xüsusiyyətlərinə baxalım. Köməkçi həndəsi səth nə oldu? Silindr oldu. Silindr, köməkçi həndəsi silindr oldu. Proyeksiyanın adı ilə bağlı. Silindrik proyeksiyada kürəni silindrin içərisinə yerləşdiririk və ekvator boyu silindrə toxunacaqdır. Ekvator boyu heç bir tərif olmayacaqdır. Həmin xəttə sıfır tərifli xətt deyəcək. Artıq ekvatordan uzaqlaşdıqca, qütblərə doğru getdikcə tərif artır. Testə düşsə silindrik proyeksiyada tərtib olunan xəritələrdə tərifin az olduğu ərazilər desə, ekvator boyu zonaları götürəsiniz, az oldu. Amma çox olduğu desə, artıq qütblərə gedəsiniz. Qütblərdə qütbətrafı ərazilərdə, qütblər və qütbətrafı ərazilərdə təriflər çox olur. Silindrik proyeksiyada paralel və meridianlar düz bucaq altında kəsişdir. 90 dərəcə bucaq altında kəsişdir. Paralel və meridianların düz bucaq altında kəsişməsi o deməkdir ki, yəni silindrik proyeksiyada bucaq tərifi olmur. Silindrik proyeksiyada bucaq tərifi olmur. Normalda da yer üzərində paralel və meridianlar düz bucaq altında kəsişməlidir. Silindrik proyeksiyada isə həqiqətdə olduğu kimi düz bucaq altında kəsişdiyi üçün ona görə silindrik proyeksiyada deyəcək ki, bucaq tərifi olmur. İndi keçək konus proyeksiyasına. Konus proyeksiyasında köməkçi həndəsi səth konusdur. Köməkçi həndəsi səth konusdur. Burada kürəni konusun daxilinə yerləşdiririk. Konusun daxilinə yerləşdirəndə bir neçə paralel boyu, məsələn 47 şimal enliyi, 62 şimal enliyi boyu və yaxud bir paralel boyu, bəzi kitablarda 60 dərəcə şimal enliyi boyu da yazılır. 60 şimal enliyi boyu konus kürəyə toxunur. Ya 2 paralel boyu, 47-62 və yaxud bir paralel boyu, 60 şimal enliyi boyu konus, kürə konusa toxunur. Həmin bu paralellərdə təhrif olmur. Həmin bu paralellərdə təhrif olmur. Yəni sıfır tərifli paralellərdir, tərif olmur. Silindirdə, ekvatorda tərif olunurdur. Sıfır tərifli xətt ekvator. Konus proyeksiyasına sıfır tərifli xətt desə 47, 60, 62 şimal enliklərini deyəcək. Köməkçən dərsət nə oldu? Konus proyeksiyasına köməkçən dərsət konus oldu. Konus proyeksiyasına paralel meridianların formasına baxalım. Konus proyeksiyasında görürsünüz ki, paralellər qövsvari formada. Konus proyeksiyasında yazaq, paralellər qövsvari formada. Meridianlar isə bir nöqtədən çıxan düz xəttlər şəklində. Təsvir olunur. Deməli, konus proyeksiyasında paralellər qövsvari formada, meridianlar isə bir nöqtədən çıxan düz xəttlər şəklində təsvir olunur. Konus proyeksiyasında dedik, hansı paralellər boyu toxundu? 47, 60, 62. Yəni, bu ərazilərdə tərif olunur. Konus proyeksiyasından hansı xəritələrin tərtibatında istifadə olunur? Qütbətrafı ərazilərin xəritələrin tərtibatında istifadə olunur. Qütbətrafı. Və bir də mülayim enliklər. Konus proyeksiyasında deməli qütbətrafı və mülayim enliklərin xəritələrinin tərtibatında istifadə olunur. Konus proyeksiyasında bucaq tərifi varmı? Var. Çünki konus proyeksiyasında bucaqlar 90 deyil. 90 olsaydı deyəcəkdik bucaq tərifi yoxdur. Amma konus proyeksiyasında bucaqlar 90 olmadığı üçün bəzən iti, bəzən kör bucaq olur. Buna görə deyəcək ki, konus proyeksiyasında bucaq tərifi mövcuddur. Konus proyeksiyasında qütbətrafı mülayim enliklərin xəritələrinin tərtibatında istifadə olunur. Yəni, konus proyeksiyasında testə düşəndə desək ki, konus proyeksiyasında tərifin az olduğu yerdə gedəsiniz bu ərazini, yəni 47, 60, 62 mülayim və qütbətrafı enlikləri götürərsiniz. Artıq uzaqlaşdıqca, məsələn, bu hissələrdə artıq təhrif çox olur. Qütbətrafı mülayim enliklərdən, yəni indi burada şimal yarımkəsi tərtib olunubdur. Qütbətrafı mülayim enliklərdən uzaqlaşdıqca tərif artır. Tərif az olduğu yerdən uzaqlaşdıqca, yəni sıfır təriflər xəttindən uzaqlaşdıqca tərif artır deyəcəksiniz. Konus proyeksiyasına bir də təkrar edilir. Köməkçən dərsət nə oldu? Konus oldu. Hansı paralellər boyu toxundu? 47, 60, 62. Bucaq tərifi varmı? Bəli, var. Konus proyeksiyasında meridian paralellərin forması necə oldu? Paralellər qövsvari formada, görürsünüz, paralellər qövsvari formada, meridianlar isə bir nöqtədən, yəni bu nöqtədən çıxan düz xəttlər şəklində təsvir olunur konus proyeksiyası. Konus proyeksiyası haqqında da bu qədər. İndi keçirik azimutal proyeksiyaya. Azimutal proyeksiyada köməkçi həndəsi səth müstəvidir. Yəni gördüyünüz bu müstəvi.
azimutal proyeksiyada köməkçi həndəs səth müstəvidir. Yəni kürə müstəviyə toxundurulur. Məsələn, tutaq ki, bu ərazinin xəritəsini tərtib etmək istəyirəm. Məsələn, bu ərazi haradır? Şimal buzlu okean. Şimal buzlu okean xəritəsini tərtib etmək istəyirəm. Onda nə edəcəm? Kürəni şimal buzlu okeanda müstəviyə toxunduracam. Həmin bu nöqtəyə 0, 0 təhriflər nöqtəsi deyilir. 0 tərifli nöqtə və yaxud 0 təriflər nöqtəsi. 0 təriflər nöqtəsi adlanır. Yəni, kürə müstəviyə bir nöqtədə toxundur, həmin nöqtə 0 tərifli nöqtə adlanır. Artıq bu nöqtədən uzaqlaşdıqca təriflər artır. Mərkəzdə tərif az olur, artıq uzaqlaşdıqca təriflər artır. Bu oldu hansı proyeksiya? Azimutal proyeksiya. Azimutal proyeksiyadan hansı xəritələrin tərtibatında istifadə olunur? Gəlin ona baxaq. Azimutal proyeksiyada, məsələn, deyə bilərik ki, şimal buzlu okean. Şimal buzlu okean xəritəsində istifadə olunur. Elə bu, gördüyünüz bu xəritə şimal buzlu okeanın xəritəsidir. Sonra Antarktidanın xəritəsində istifadə olunur. Ümumiyyətcə, bütün materiklərin xəritələrinin tərtibatında azimutal proyeksiyadan istifadə edə bilərsiniz. Məsələn, Afrikanın xəritəsini tərtib edirəmsə, müstəvini Afrikada toxunduracam kürəyə. Şimali Amerikanı tərtib edirəmsə, Şimal Amerikada toxunduracam. Avrasiyanı tərtib edirəm, Avrasiya. Bütün materiklərdə, xüsusilə testdə düşür, Antarktida materikinin tərtibatında istifadə olunur. Və şimal buzlu okean. Və bir də yarımkürələr, bu da testdə düşür. Yarımkürələrin xəritələrinin tərtibatında azimutal proyeksiyadan istifadə olunur. Azimutal proyeksiya haqqında nələri bilməliyik? Azimutal proyeksiyada köməkçi həndəs səth müstəvidir, gördüyünüz bu müstəvi. Kürə müstəviyə bir nöqtədə toxunur. Həmin nöqtə 0 tərifli nöqtə və ya 0 təriflər nöqtəsi adlandırırlar. Hansı ərazilərin tərtibatında istifadə olunur? Şimal buzlu okean, Antarktida, bütün materiklərin, ümumiyyətlə bütün materiklərin və yarımkürələrin xəritələrinin tərtibatında istifadə olunur. İndi növbəti sonuncu proyeksiya növü artıq köməkçi həndəs səth kimi trapesiyalara bölünmüş çoxüzlük qəbul olunur. Köməkçi həndəs səth. Yəni bu gördüyünüz fiqur, bu gördüyünüz şəkil çoxüzlüdür. Bir kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul olunur. İstifadə etdiyimiz köməkçi həndəs səth çoxüzlü olduğu kimi yerdə kürə deyil, yəni nəzərimizdə kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Hansı proyeksiyada? Çoxüzlü proyeksiyada. Çoxüzlü proyeksiyadan tədris məqsədi ilə istifadə olunan xəritələrin tərtibatında istifadə olunur. Çoxüzlü proyeksiyadan kiçik ərazilərin tərtibatında istifadə olunur. Kiçik ərazilərin tərtibatında. Çoxüzlü proyeksiyanın miqyası böyük və orta olur. Miqyas böyük və orta olur. Çoxüzlü proyeksiyada. Kiçik ərazilərin tərtibatında istifadə olunur. Əsasən topografik xəritələr. Da buradan götürüb Afrikanın xəritəsini çoxüzlü proyeksiyada tərtib edə bilmərsiniz. Görürsünüz xəritəyə. Bakı, Abşeron yarımadasının xəritəsi tərtib olunur. Yəni kiçik ərazi. Görürsünüz, kiçik ərazi. Afrika kimi nəhəng bir ərazidir. Miqyası böyük və orta olur. Çoxüzlü proyeksiyada təhrif çox az olur. Niyə təhrif çox az olur? Çünki ərazi kiçikdir. Ərazi böyüdükcə tərif artar. Ərazi kiçik olduğu üçün, kiçik ərazi olduğu üçün təhrif çox az olur. Miqyas böyük və orta olur. Çoxüzlü proyeksiyada köməkçi həndəs isə trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyanın növləri haqqında oldu. Əlavə olaraq nəyə deyə bilərik? Azərbaycan xəritələri. Azərbaycan xəritələri hansı proyeksiya növlərinə daxildir? Ona baxaq. Azərbaycan xəritələri. Azərbaycan xəritələri təhrif xüsusiyyətinə görə kartoqrafi proyeksiyanın neçə növünü dedik? Bərabər bucaqlı, bərabər sahəli, ixtiyari. Azərbaycan xəritələri təhrif xüsusiyyətinə görə bərabər bucaqlıya daxildir. Bərabər bucaqlı, yəni konforu. İstifadə olunan köməkçi həndəs səthlərə görə soruşsa, onda konus proyeksiyası ilə çoxüzlü proyeksiyanı deyəsiniz. Konus və çoxüzlü. Deməli, Azərbaycan xəritələri təhrif xüsusiyyətinə görə soruşsa, bərabər bucaqlı deyəsiniz. İstifadə olunan köməkçi həndəs səthlərə görə hansı növdə tərtib olunur? Konus və çoxüzlü proyeksiyadan.
Çoxuzlu proyeksiyada bir qeydə yadda saxlayırsınız ki, silindrik proyeksiyada olduğu kimi paralel və meridianlar düz bucaq altında kəsişir. Deməli, silindirlə çoxuzluda düz bucaq altında kəsişdi, yəni bucaq tərifi olmadı. Ancaq silindirlə çoxuzluda düz bucaq altında kəsişdi, bucaq tərifi olmadı. Ancaq konus proyeksiyasından azimutal proyeksiyada düz bucaq altında kəsişmədi. Ona görə bu proyeksiyalarda bucaq tərifi olur. Konusla azimutal proyeksiyada. Sonra ayrı qeydlər deyə bilərik. Azimutal proyeksiyadan bir şey də qeyd edeyim. Azimutal proyeksiya. Azimutal proyeksiyada paralel meridianların forması necə olur? Azimutal proyeksiyada paralellər çevrələr şəklində, tam bir çevrə, paralellər çevrələr. Meridianlar isə həmin çevrələrin eyni mərkəzdən çıxan radiusları şəklində təsvir olunur. Paralellər çevrələr şəklində, meridianlar isə həmin çevrələrin eyni mərkəzdən çıxan radiuslar şəklində. Yəni görürsünüz, bu meridianlar bu çevrələrin radiuslarıdır. Bir də deyirəm, paralellər çevrələr şəklində, meridianlar isə həmin çevrələrin bir nöqtədən çıxan radiusları şəklində təsvir olunur. Dərsimiz bu qədər. Ümidvaram ki, izah hər birinizə aydın oldu. Hər birinizə təşəkkür edirəm. Sağ olun.